Məntiq insanın verilən məlumatları düzgün analiz edib, bu məlumatlara əsaslanaraq dəqiq və əsaslandırılmış nəticə çıxarma bacarığıdır. Məntiq sadəcə dərs fənni deyil, gündəlik həyatda da qərar vermə, problemləri həll etmə və düzgün düşünmə üçün vacibdir. Məntiq testlərinin əsas məqsədi əzbəri bilikləri yoxlamaq deyil, insanın düşünmə qabiliyyətinin, analiz etmə və müqayisə etmə bacarığını ölçməkdir. Buna görə də məntiq dərsində əsas olan bilməyə yox, düşünməyi bacarmaqdır. Məntiq testlərində adətən iki əsas hissə olur: şərt və nəticə. Şərt bizə verilən məlumatdır. Nəticə bu məlumatlara əsaslanaraq çıxardığımız cavabdır. Burada ən vacib qayda budur: əgər şərt dəyişmişsə, nəticə də dəyişməməlidir. Yəni cavab yalnız verilən məlumatlara əsaslanmalıdır. Fərziyyə və şəxsi fikir əlavə etmək olmaz. Məntiq suallarını həll edərkən diqqət etməli olduğumuz ilk və ən vacib addım mətni tam və diqqətlə oxumaqdır. Bəzən bir söz və ya ifadə bütün cavabı dəyişə bilər. Xüsusilə aşağıdakı sözlərə diqqət yetirmək lazımdır. Hamısı, bəziləri, yalnız, heç biri, ən az, ən çox. Bu sözlər məntiq suallarında xüsusi məna daşıyır və səhv başa düşüldükdə yanlış cavaba səbəb olur. Məntiq testləri əsasən aşağıdakı mövzuları əhatə edir: sıralama və yerləşdirmə, əlaqə tapma, qayda və ardıcıllıq, doğru, yanlış mühakimə, şəkilli və ədədi məntiq. Test həll edərkən tələsmək olmaz. Ən doğru yanaşma belədir: əvvəl verilən məlumatları ayır, sonra aralarındakı əlaqəni tap, sonda isə tapdığın nəticəni bütün şərtlərlə yenidən yoxla. Əgər cavab verilən bütün şərtlərə uyğundursa, deməli doğru cavabdır. Unutma ki, məntiq bacarığı təcrübə ilə inkişaf edir. Nə qədər çox məntiq sualı və test həll etsən, bir o qədər daha sürətli düşünərsən, daha az səhv edərsən, sualları daha rahat başa düşərsən. Məntiq öyrənmək, düşünməyi öyrənməkdir. Düşünməyi öyrəndikdə isə hər fəndə və həyatda bir addım öndə olarsan.